16 manata satılan fındıq bu il 28'e 30 manat arası satıldı. Bir dənə alma çək, 2 dənə mandarin çək. İndi heç mənə heç bir il, mən 30 ildə alver eləyirəm, mən elə şey görməmişəm. Deyərəm ki, 30%, 40% qiymət bahalaşıb. Bayramdan sonra qiymətdə düşəcəkdir. Hər kəs bayramda süfrəsinin nemətlərlə bol olmasını istəyir. Elə Novruz bayramının gəlişi ilə də bazarda canlanma müşahidə olunur. Bəs görəsən, bazarda satılan çərəzlərin, meyvə tərəvəzin qiyməti bayram əhval-ruhiyyəsinə uyğundurmu? Biz də qiymətlərlə yaxından maraqlanmaq üçün paytaxt bazarlarından birindəyik. Ordubad qozu bahadır, 28-30 manat, 25 manat. Zakatalı qozudur, belə Qırğız qozudur 5 manata, 8 manat. Fındıq da 28 manata, 24 manata. Böyle hava mövsümü ilə əlaqədar olaraq fındıq biraz bahadır da. Badam 18 manatdır, püstə 30 manatdır. Araks vardı 7 manata, qovrulmuşu 6 manata, qovrulmamışı. Kişmişlər var 18 manata, 20-yə. Qəbələ şabalıdı var 14 manata, 12 manata. Gürcüstan şabalıdı var 10 manata. Ərik də var 12 manata, 15 manata. Qiymətlər məhsulun regionundan və keyfiyyətindən asılı olaraq dəyişir. Satıcılar həmçinin bildirirlər ki, məhsullar daha çox xaricdən gəlir. Bu səbəbdən də bu il keçən ilki illərlə müqayisədə qiymətlərdə artım müşahidə olunur. Bəs bayram süfrəsini bəzəyən meyvə tərəvəzlər neçəyədir? Kırmızı svetinoy biber 5 manat kilosu. Acı biber 4 manat. Şirin biber 3 manat 50 köpəyə. 4 manata da var. Biraz qalxıb, hələsi 5-10 köpək qalxıb. Bizdə almalarda 1 manat 30 qəpiyə. Sonra bu apelsin var 2 manat, armud var 1.50-yə. Yəni biz keçən il 50-60 qəpiyə aldığımız almanı Aptavoy. İndi həminki alma 1.20-1.30 Aptavoyda. Bunlar biraz zəif maldır bu qiymətədir. Alma çox bahadır, 2 manat neçə qəpik Aptavoyda. Bəs alıcı-azlığı var? Var, əlbəttə var. Patronkiya 4.50-yədir, yerpənəyimiz 4.80-dədir. Kökümüz 1.20-yədir, pomidorumuz 3.50-yədir. Bayramdan sonra qiymətdə düşəcəkdir. Bayrama görə biraz qiymətlər qalxıbdır. Bu gün etmisiniz endirim alın. Bəli, 5 dənə klientə endirim eləmişəm. Görüm imkanı olmuyor, demişəm ki, eybi yoxdur, öz qiymətinə götür. Bazar və market qiymətləri fərqlilik təşkil edir. Yağın kilosu alıcıya 6-36 manat aralığında dəyişən qiymətlərlə təklif edilir. Un və şəkərin kilosunun qiyməti 2 manatdan başlayır. Süd 2-5 manat aralığında dəyişən qiymətlərlə təklif edilir. Yumurtanın birinin qiyməti isə 17-19 qəpikdən 30 qəpiyə kimi dəyişir. Marketlərdə təmizlənmiş fındığın kilosu 45-46 manat. Qoz ləpəsinin kilosu isə 45 manata təklif edilir. 1 kiloqram düyü 5-6 manat, sümüklü ətin qiyməti 22-23, sümüksüz ətin qiyməti isə 19-29 manat arasında dəyişir. Toyuq ətinin qiyməti 6 manatdan başlayır. Ərik qurusunun kilosu 11-30 manat aralığında dəyişən qiymətə təklif olunanı da var, 500 qramı 20 manata olanı da. Kişmiş 10-14 manat, şabalıd 7-8 manatdan başlayır. Gavalı qurusunun qiyməti isə 7-16 manat arasında dəyişir. Görəsən paytaxt sakinləri bayram alış-verişini bazardan yoxsa mağazadan edir? Evimizin yanında nə balaca yerlər var, oradan eləyirəm də, balaca marketlər daha doğrusu. Marketlərdən də eləyirik, bazarlardan da eləyirik. Biz marketlərdə eləyirik, bazara hardan gedək qızım? İşdən çıxmadan marketə cumuruq. Marketlərdən belə rahat olur. Hardan olsa eləyirik, sənin alırsan. Nə olsa adam tapıb verir. Əsas elə bir yemək deyil ki qızım. Olanla azdan çoxdan fəhmi fərasat olan bir şey pişirib yeyə bilir. Bazar qiyməti ilə yəni supermarketlərin qiymətləri eynidir. Yəni heç bir fərq yoxdur demək olar ki. Həm bazarda, həm də marketlərdəki qiymətləri nəzərə alsaq, bayram süfrəsinin bəzəyi aş, şəkərbura, paxlava və qoğal kimi ənənəvi şirniyyatların hazırlanması üçün çəkilən xərc də az deyil. Novruz süfrəsinin bəzəyi olan plovu bişirmək 59-103 manata başa gəlir. Bir sini paxlava üçün ən azı 61-112 manat aralığında xərc çəkmək lazım gəlir. Şəkərbura bişirmək 44-73 manat, qoğal 45-75 manata başa gəlir. Əgər təmizlənmiş fındıq və ya qoz istifadə etsəniz, bu qiymətlər bir qədər də artacaq. Məsələn, bir sini paxlavaya ən azı 61-112 yox, 118-143 manat pul xərcləməli olacaqsınız. Beləliklə 4 nəfərlik ailə üçün ən sadə Novruz süfrəsi 250 manat, təmtəraqlı bayram süfrəsi isə 450 və daha yuxarı xərc tələb edir. Aytən Verdiyeva, Vüsal Bayramov, Fatimə Əliyeva,
APA TV.